Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumigasiya Mərkəzinin mütəxəssisləri tərəfindən əkin sahələrində sıçana bənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri davam etdirilir. Cari ilin yanvar ayından bugünədək 52 min hektar sahədə müşahidələr aparılıb. Müşahidələr zamanı 24 min hektar sahədə sirayətlənmə aşkarlanıb. Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin məsləhət və tövsiyələri əsasında 21 min hektar sahədə mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir. Göründüyü kimi əməkdaşlar da əkin sahəsində qarışdırılmış yem sıçan yuvalarına qoyulur. O da öz nəticəsini 5-7 gündən sonra göstərir. Ona görə tövsiyə olunur ki, bütün qonşu ərazilər də həmin bu sahəyə cəlb olunsun. Hamı birlikdə zərərvericilərə qarşı mübarizə aparsın. Fermerəm, taxıl payızlıq taxıl əkmişəm. Sahəmə baxış keçirdərkən burada sıçana bənzər gəmiricilərin olduğunu aşkar elədim və bununla bağlı Cəlilabad rayon Bitki Mühafizəsi Mərkəzinə müraciət etdim. Çox sağ olsunlar, Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları mənimlə sahəyə gəldilər və onlar da baxış keçirtdi. Gəmiricilərin olduğunu aşkar etdilər və məni ona qarşı dərmanlarla təmin etdilər. Sahədə mən həmin mübarizə tədbirini həyata keçirtdim. Fermerlərə tövsiyəm odur ki, əməkdaşların tövsiyə və məsləhətlərindən yararlansınlar və xeyrini biçim vaxtı görərlər. Sıçana bənzər gəmiricilər kütləvi şəkildə artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə yaradır. Bu səbəbdən onların miqdarının müəyyən edilməsi, aparılacaq mübarizə tədbirlərinin həcminin proqnozlaşdırılması, aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması xüsusi əhəmiyyət kəsb edir. Fermerlərə sıçana bənzər gəmiricilərin əkin sahələrinə vura biləcəyi ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumigasiya Mərkəzinin mütəxəssislərinə müraciət etmələri tövsiyə olunur.